Sadece 10.000 manatla 72 kvadrat evimiz buradan təmir edirik. Partiya. Gəlin sizə göstərim, nəyi necələmək istəyirik. Bura bizim hol hissəsidir, burada bizim böyük sanuzerimiz var. Bu hissə isə bizim zal hissədir. Amma biz nə edirik? Bu divarı bütünlüklə sökürük və sanuzeri zala əlavə edirik ki, daha geniş bir zalımız olsun. Burada isə əslində mətbəx hissəsidir. Amma biz bu mətbəxi uşaq otağı eləmək istəyirik. Bu divarı tamamilə sökürük və onu çəkirik qabana və daha geniş uşaq otağı əldə edirik. Getdik. Bizim valideyn otağımızdır. Balkona çıxışı var. Bütün otaqlara dəyişiklik edirik. Bura dəyişiklik etməsə küsərdir. Biz nə edirik? Gəlin. Burada bizim kiçik sanuzerimiz var və bu sanuzeri böyütmək üçün divarın bir hissəsini sökməyi düşünürük və sanuzeri biraz valideyn otağına doğru böyütməyi düşünürük. Sizcə bizim bu proyektdə etdiyimiz dəyişikliklər doğrudur?